Meydanda kapitanla sarısı da var. Havada ortada. Mehmet. Mehmet. Çok möhtəşəm bir zərbə. 109'luğa. Çok qüvvətli zərbə indirdi. Fərq bir qədər azaldı. Düşüncəsi. Mübarək satıma tək sürüm şansı Mətin. Rüssəm ayak koydu. Rüssəm. Nuran'ı yaxşı gördü. Nuran. Qurbanov. Fərqi minimuma indirməyə bacardı. Güzələ bitti demə bir şey dedi sanki. Hesab 3-2 oldu artıq. Firlis komandası 2, Lokomotiv Biləcəri komandası. Bu arada Rüssəm Qurbanlı. Çox dəqiq bir zərbə. Biz bu qarşılaşmanı uduzmayacaq dedi. 109'luğa göndərdi topu. Ötürmə Rahibinin istiqamətində düşüncəsi yaxşı, amma ötürməsi bir o qədər yaxşı alınmamışdı. Salih Əzizov. Salih Rahib təqib edir rəqibini. Nura. Mehmet. Mehmet keçsi bir rəqibini. Mehmet. Geri dönüş gol oldu bu. Gol bilekti. Lokomotiv komandası artıq öndədir. 3-0'dan 4-3'ə çevirməyə bacardılar hesabı. Rahip ötürmə, Rahip. Zəhdi zərbə indirdi. Eyal. Bir də keçid vermədi rəqibinə. Rauf. Eyal yerindədir. Oradan uzun bir ötürmə Nura. Nurbanov. Açıda yapsın tərk etmişdi artıq. Fərq 2'ye yükseldi bu golla. Ekber. Rauf. Binoan kapı karşısına el Ekber. Zərbə gələcək mi? Ve gol! Beraberlik golü. Nereden geldi? Hesap 5-5 oldu. Nura. Herkese başlaması ötürmə Nura. Kapçıdan önce toğunuş etti. Ve yeniden öne geçecek. Hesap 6-5 oldu. Lokomotiv Biləcəri komandası. Ultra Firlis komandası 5. Artıq oyunun da sonlarına yaxınlaşırıq. Bu hesab Ultra Biləcəri komandasını çempion edir. Nura. Salih Nuran. Kapı karşısına. Salih Əzizov. Son nöqtəni qoydu məncə. Yeniden 2'ye yükseldi. Hesap 7-5 oldu Firlis komandası.